Əbilov küçəsi 39, Asif Ələmovun evlərinin yerində katlaban atılır. Asif müəllim, sizi öz həyatınıza girməyə icazə vermədilər. Mənə ona görə də məhkəmə qərarı olmasına baxmayaraq tikintili ərazisini hər tərəfli görürsünüz zabora alıblar, içəriyə buraxmırlar. Məhkəmə qanunu qərarı var, icra olunmur. İcraçılar da tikintini saxlamır. Əgər məhkəmə qərarı varsa, niyə icra olunmur? Bu da ki, birbaşa dövlətin mənafeyinə ziddir. Vətəndaşın hüquqları pozulur. Bu da ki, vətəndaşı da dövlətə olan inam etibarını arada aparır, sarsıldır. Mən xahiş edərdim ki, hal-hazırda bu iş cinayət işi olaraq açılmayıb, Ədliyyənin Baş İstintaq İdarəsindədir. Bu qanun pozuntularına görə Çitilag, Mirzəyev Rafailin bu qanun pozuntuları hələ də göz yumulur, heç bir cinayət işi açılmayıb. Hər hansı bir də tikintini saxlamaq üçün heç bir tədbir görülmür. Pərviz Zəkərəliyevə, məhkəmə icraçısının rəisi, Paşa Paşazadəyə dəfələrlə biz müraciət etməyimizə baxmayaraq bir ildən yuxarıdır, heç bir icra görülmür. Bu hal-hazırda gördüyünüz kimi iş gedir, davam edir. Mənim də isə vətəndaş hüquqlarının pozulmaqda davam edir. Şirkətin əsl sahibi kimdir? Şirkətin əsl sahibi Afif müəllimdir. Afif Harundur, kimdir, soyadı nədir? Afiqin ancaq mənə adı məlumdur. Afif'i nəzən görmüşsünüz mü? Bəli, dəfələrlə onun görüşüm olsa da, müəyyən məsələlər, əvvəlki məsələlər həllini tapsa da, amma bir-iki məsələdir ki, həllini tapmamış qalar. Kompensasiya məsələsidir ki, hələ də ki, bəli, hələ də ki, ödənilməmiş, yəni bu məsələ həllini tapmamış olaraq qalmaqdadır. Məhkəmə qanunları icra olunmur, bir sözlə. Qarşı binanın 5-ci mərtəbəsindən Asif Ələmovun həyətində katlaban gedir, ona baxırıq, Asif Ələmovun həyətinə girməyə icazə vermədilər, nə də ki, müqavilədə olan haqqını ödəmirlər. Təşəkkür edirəm.